Salam dəyərli müəllimlər. Deməli, Arximed qüvvəsinə aid belə bir maraqlı sual var. Qrupda paylaşmışdılar onu. Biz də o suala bir fikrimizi deyək. Deməli, şəkildəki qabın kənarına dönə biləcək şəkildə yerləşdirilən eyni bölməli bir cins çubuq tarazlıqdadır. Mayının sıxlığı rho olarsa, çubuğun sıxlığını tapın. Deməli, burada, bax burada 4 bölməli çubuğumuz var. Arximed qüvvəsi biz bilirik ki, batan hissənin ağırlıq mərkəzinə tətbiq olunur. F Arximed. İndi burada 3M kütləli bax burada cisim var. Bu tərəfdə də o cisim elə bil fırlanan hissənin bir tərəfi də sağdadır. Bax bunun ağırlığı düz ortaya tətbiq olunur. Deməli, ümumi 4 dənədirsə, bax, ümumi 4 hissədirsə, 4-də 3-ü buradadır da, yazacağım 4-də 3 mg. Burada yazacağım, burada da 4-də 1-dir də, yəni mg böl 4. Çünki 4-də 3 mg ilə 4-də 1 mg-ni toplayanda elə mg eləyir də. Vəsə, indi bu nöqtəyə görə biz moment alırıq. Bax, Arximed qüvvəsinin momentinə M1 deyirəm. Bunu bu tərəfə fırlatmağa çalışır. Yəni saat əqrəbi istiqamətində. mg böl 4 bunu saat əqrəbi istiqamətində fırladır. M2. Buna da deyəcəm saat əqrəbinin əksinə. Buna da deyəcəm M3. Vəsə. Deməli yazıram. Arximed dayağa qədər olan məsafə bax bu. 2 bölgü plus saat əqrəbi istiqamətində fırladanlar. mg böl 4 vur. Dayağa qədər olan məsafə hər bölgünü 1 qəbul eləsəm düz ortaya tətbiq olunurdu. Olacaq mg böl 4 vur 2-də 1. Bu da bərabərdir. Deməli olacaq 4-də 3 mg vur. Dayağa qədər olan məsafə. Yəni 3 böl 2. Vəsə. İndi burada olacaq 2 dənə F Arximed bərabərdir. Üzr istəyirəm. Üstə gəl. Deməli, mg böl 8 bərabərdir. Burada da olacaq 9 dənə mg böl 8. Hər tərəfini 8-ə vuraq. Olacaq nə? 16 dənə F Arximed bərabərdir. 8 dənə mg. Orada ixtisar apardım da. 9 mg-dən də mg çıxdım, qaldı 8 mg. Onda buradan 2 F Arximed bərabərdir. Deməli mg. Arximedin dəyərini yazıram. Rho maye. İndi Arximed nədir? Cismin nə qədəsi batıb mayedə? Bax, elə bil 4-ün 2-si batıb da. Yəni cismin həzminin yarısı batıb mayedə. Yazacağım V cisim böl 2. Rho maye V batan J. Bu da olacaq rho cisim V cisim J. Vəsə. Bu V cisim J ilə bu V cisim J getdi. 2 ilə də bu 2 getdi. Buradan aldım ki, cismin sıxlığı elə mayenin sıxlığına bərabərdir. Mayenin sıxlığı da bizə verib rho. Vəsə, cavab olacaq C variantı. Diqqətinizə görə sağ olun.